Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısı keçirilib. İclas iştirakçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yanaşmalarını bölüşüb. Üzv dövlətlər arasında birgə layihələrin təşkili, informasiya resurslarının qarşılıqlı istifadəsinin təşviqi, media nümayəndələri arasında peşəkar əlaqələrin dərinləşdirilməsi və müasir media texnologiyaları üzrə təcrübə mübadiləsinin artırılması ətrafında müzakirələr aparıldılar. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov bildirib ki, bugünkü toplantı Türk dövlətlərinin bir daha birləşməsinə xidmət edir. Bu toplantının Azərbaycan kimi zəngin media nəslinə malik bir ölkədə keçirilməsi, Türk dünyası üçün dayanıqlı, sağlam və strateji baxımdan məzmunlu informasiya məkanının formalaşdırılması istiqamətində birgə sərgilərimizin əhəmiyyətini xüsusi vurgulanır. Azərbaycan dövləti ölkə daxilində və ölkələrindən kənarda media sahəsinin inkişafına və dəstəklənməsinə xüsusi yer verir. Bildiyiniz kimi, Azərbaycan hər il Şuşa Qlobal Media Forumuna ev sahibliyidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsən iştirakı ilə keçirilən forum, qlobal media tendensiyalarının təhlili, milli medianın potensialının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ həllərin artırılması baxımından mühüm platformadır. Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin nümayəndələri hər bir müzakirələrdə fəal qoşularaq öz təcrübələrini bölüşür və qarşılıqlı əməkdaşlığı daha da gücləndirir. Əhməd İsmailov həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatının media sahəsi üzrə keçirilən müzakirələrində təşkilata üzv dövlətlərin media sahəsində tədbirlər planı təsdiqlənib. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin medialar arasında da sıx əməkdaşlıq formatları mövcuddur. Eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv olan informasiya agentliklərinin bir alyansı var. Həmin alyans çərçivəsində də işlərin, yəni informasiya mübadilə üsullarının daha da inkişaf etdirilməsi üzrə razılıq əldə olunub və bu məsələlər bizim yol xəritəsində əksini tapmışdır. Növbəti görüş bilirsiniz ki, Qazaxıstan tərəfinin təklifi ilə gələn Astana şəhərində keçiriləcəkdir. Görüşün keçirilməsi yeri və tarixi barədə əlavə olaraq diplomatik kanallar vasitəsilə bizə məlumat veriləcək. Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Kocaman Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bildirib ki, Türk Dövlətləri Təşkilatı 55-dən çox sahədə layihələr icra edir və regional aktora çevrilib. Son yıllarda TDS çatısı altında güçlü ve kapsamlı bir medya işbirliği çerçevesi oluşturduk. Kamu yayıncı kuruluşlar arasında işbirliği protokolleri, Medya Koordinasyon Komitesi, Ulusal TV kanalları temas grubu, TRT medya kuruluşları ortak değişim havuzu, bu oluşturduğumuz çerçevelerden bazıları. Bu mekanizmaların hepsi tek bir amaca hizmet etmektedir. Bilgi alanında ortaklığımızı derinleştirmek ve haklarımızı birbirine daha da yakınlaştırmak. Ortak çalışmalarımız kesintisiz bir şekilde devam etmektedir. Önümüzdeki yıl boyunca çalışmalarımıza rehberlik edecek ve işbirliği için yeni yollar açacak olan Bakü, bilgi bir araçtan öte milletlerimizi, kültürlerimizi ve halklarımızı birbirine bağlayan bir köprüdür. Dünya sahnesinde kim olduğumuzu bu köprü aracılığıyla anlatıyoruz. Yani birlik ve beraberlik içinde dinamik ve geleceğe güvenle birlikte yürüyen bir Türk dünyası olduğumuzu bilgiyle, bu köprüyle gösteriyoruz. Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maqsad Mamıtkanov qeyd edib ki, bugün rəqəmsal platformalarda bir sıra problemlərlə üzləşirik. Buna görə də Türk dövlətləri üçün vahid media məkanının formalaşdırılması zəruridir. Fikir mübadiləsi aparmaqla burada mühüm qərarlar qəbul edə biləcəyik. Bugün TDT-yə üzv ölkələr müxtəlif istiqamətlərdə ciddi nəticələr əldə ediblər. Digər sahələrlə yanaşı, informasiya sahəsində əməkdaşlıq da son dərəcə vacibdir. Bu əməkdaşlıq qarşılıqlı məlumat axınlarının yaradılması və effektiv şəkildə həyata keçirilməsi deməkdir. Sosial şəbəkələr bəzən reallıqdan uzaq məlumatlar yaya bilir. Buna görə də xalqlarımız və ölkələrimiz arasında etimadın möhkəmləndirilməsi əsas məsələlərdən biridir. Vahid bir sistemin yaradılması bu kimi problemlərdən və təhdidlərdən qorunmağa imkan verə bilər. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirinin müavini Kanat İskakov vurğulayıb ki, bugün real nəticələr verən müştərək təşəbbüslərə fokuslanmaq vacibdir.
Müştərək təşəbbüslərə misal olaraq, TDT-yə üzv dövlətlərin televiziya kanallarının bir-birinin ərazisində yayımlanmasını, dövlətlərin tarixini, mədəniyyətini, turizm və investisiya potensialını təbliğ edən bədii, sənədli filmlərin istehsalını, uşaqlar üçün kontentləri, süni intellektin istifadə etikası, məlumatların qorunması və manipulyasiyaya qarşı mübarizə üzrə birgə tövsiyələr hazırlanmasını göstərə bilərik. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti rəhbərinin müavini Fərhad Pirinçi jurnalistlərə açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatı toplantısında 2026-cı il üçün atılacaq addımlarla bağlı qərarlar imzalanıb. Azerbaycan'ın ev sahipliği ve Azerbaycan Cumhuriyeti olmak üzere Türk Devletleri Teşkilatı üye ülkelerin hemen hemen hepsinde enformasyon alanında, iletişim alanında benzer düşünceler var. Bütün üye devlet bakanları ve yüksek düzey temsilcileri neredeyse aynı konulara vurgu yaptılar. Bu konuların başında medya okuryazarlığı, dezenformasyonla mücadele, bilginin doğru bir şekilde paylaşılması gibi konular var. Bizler Türk Devletleri Teşkilatı olarak ve Türkiye Cumhuriyeti İletişim Başkanlığı olarak enformasyonun doğru bir şekilde geniş kitlelere yayılması için Türk Devletleri Teşkilatı'nın etkili bir bölgesel aktörlükten çıkıp uluslararası aktör olması için iletişim alanında üzerimize düşen görevleri yerine getireceğimizi ifade ettik. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının media və informasiya məsələləri üzrə məsul nazirlər və yüksək rəsmilərin 7-ci iclasının, həmçinin təşkilatın media və informasiya üzrə işçi qrupunun 12-ci toplantısının yekunlarının nəticələrinə dair kommunikə qəbul edilib.